Sami qardaşım, ola bilər söz deyim. Bu ev qalan deyil. Düz 2 sotun içində. Paket kupça dövlət ipotekasına yararlı. Tam hazır vəziyyətdə hardasa 10 gün qalıb bu evimizin. Tam hazır vəziyyətdə müştəriyə təhvil veriləcək. Geniş həyətyanı sahə, geniş ev. Mənim məşhur sözlərimdən biri geniş ev. Deməli, gördüyümüz kimi yerdən 8 daş kürsülü, bütövlükdə cütdaşla inşa olunub, beton kəmərdən istifadə olunub. Təmir tikintidə nə nüanslar varsa, maşallah olsun evimizdə müsbət. İlerleyen dəqiqələrdə evimizin tam ətraflı təqdimatını eləyəcəyik. Evimiz yerləşir Hövsan, Xəyal adasına gedən yolun düz üstündə. Hardasa marşrut xəttinin cəmi 100 metrlik məsafədə. Vaxt itirmədən birinci həyətyanı sahəsini sizlərə tanış edeyim. Geniş həyətyanı sahə bütövlükdə 2 sotun içindədir. Həyətində savuza hissəsi, kombidoru yığıldı Allahın izni ilə. Evimizin padval hissəsi, qupquru, atmaların hamısı yaxın atılıb. Bura hazır olandan sonra dəyərli izləyicilərimiz qalmayacaq inşallah. Ona görə vaxt itirmədən sənətli ev axtarırsınızsa bu evimizdən bizim yararlanın. Daxil olaq evimizə. İndi biraz səliqəsizlikdir. Daxil olduğumuz zaman geniş koridor sistemini bahalı aboylarla təchiz olunca evimiz yer bütövlükdə laminat vurulacaq. Geniş salımız hardasa 24-25 kvadrat olar rahat. Şəbəkə pəncərələr. Sonra burada xamamımızı nəzərdə. Mətbəximiz yerləşir, mətbəximizin pəncərəsi. Özəlliklə baxın, burada şəbəkə pəncərədir. Burada hamam tualetimiz yerləşir, yeri istifoldur. Aksesuarlar yığılacaq, ara qapılar qoyulacaq, aboylar vurulacaq. Daim obyekt gəlib baxsın evə, evin proyekti xoşunuza gəlsə, danışıb razılaşa bilərik. Aboyları siz özünüz uyğun qura bilərik. Ara qapıları siz özünüz uyğun alıb qoya bilərik. Heç bir problemi yoxdur. Burada da bizim geniş bahar bir otağımız yerləşir. Evimiz bütövlükdə 85 kvadratdır. 2 sotun içində 85 kvadratdır, 3 otaqlı. Tam hazır vəziyyətdə veriləcək, kombi seçimi qoyulur. Tam hazır vəziyyətdə veriləcək. Alın olduğu cəmi 100 metrlik məsafədə. Qiyməti 95 min manat deyilir. Aşağı yerdə Allahın izni ilə olacaq. Bura yenə deyirəm, elə yığılacaq Allahın izni ilə. Özünüz dövləti paylaşımda bu evi tanımayacaqsınız. Lüzumlardan, hər şey öz qaydasında. Bu ev çox maraqlı olsa əlaqə nömrə səhifənin əvvəlində qeyd olunubdur. İzlədiyiniz üçün minnətdarıq. Allah'a emanet olun. Sağ olun.